Salam hörmətli izləyicilərimiz. Bu günlərin biz Azərbaycanın səfalı güşələrindən olan Ağsu şəhərində Həmidova Mələk balamızın çağdaş təhsil mərkəzi olaraq, əməkdaşları olaraq qonağıyıq. Bu günlərin biz Həmidova Mələk haqqında daha ətraflı özündən öyrənəcəyik, özündən soruşacağıq. Ad, familiyanın özün haqqında ətraflı məlumat ver. Familiyam Həmidova, adım Mələk, 3 nömrə tam orta məktəbində oxuyuram. Mən 4-cü sinifdə oxuyuram. Müəlliməmin adı Rüfanə müəllimə. Lap gözəl, lap gözəl. Qızım, gələcəkdə nə olmaq istəyirsən? Uşaq həkimi. Sevdiyin fən nədir bəs? Riyaziyyat. Ay maşallah. Sən buradan öz həmyaşıdları var, müəllimləri var. Nə deyim? Bax, həmyaşıdları var, nə deyərsən? Yaşıdlarıma demək istəyirəm ki, həmişə öz qərarınızda olun, öz məsləhətinizdə olun, istədiyinizi eləyin də, məqsədə keçirin. Lap yaxşı. Bəs müəllimləri və nə deyə bilərsən? Bax, bu efir vasitəsilə müəllimlərin sənə baxacaq. Müəllimlərimə demək istəyirəm ki, çox sağ olun. Mən bütün hər şeyi öyrədiblər. Qələm tutmağı, yazmağı, oxumağı. Çox sağ olsunlar. Ay maşallah, sən nə şirin dil uşaqsan, sən nə şirin dil balasan. Babası, sənin haqqında, Mələk haqqında sözləri eşidək, fikirləri alaq, ürək sözləri eşidək. Çünki ya görüşdü kimi söhbət danışır insandan ki, Allah haqqı. Nə bilim, tərbiyə deyirsən tərbiyəli deyil. Nə bilim, məktəb oxumaq, dərs oxumaq, məktəbə getmək. Bundan artıq bilən meyillidir də bu sahəyə. Nə bilim, Allah bütün uşaqları gələcəyə xoşbəxt eləsin. Amin inşallah, amin inşallah. Nənəsi, sənin də fikri alaq. Nə deyə bilərsiniz? Bax, nəvən haqqında nə deyə bilərsən? Belə bir misal var el arasında, deyirlər, devlətdə dəvə, evladda nəvə. Nəvəniz haqqında deyiniz, bir fikirlərinizi alaq sizin. Atalarla olsun, Allah xoşbəxt eləsin. O gün olsun, arzuladığı məqsəddə çatsın. Nə deyirsə, ona qismət eləsin bir Allah. Amin inşallah. Amin inşallah. Mələk, Çağdaş Təhsil Mərkəzinin əməkdaşları əziyyət çəkib bura kimi gəliblər, səni veriliş hazırlayıb sənin haqqında Azərbaycan xalqına, Azərbaycan ziyalılarına, müəllimlərə, sənin yaşıdlarına örnək olmaq üçün çəkiliş hazırlayırlar. Bax, əməkdaşlarımıza nədir ürək sözlərin? Çağdaş Təhsil Mərkəzinin rəhbərliyinə nədir ürək sözlərin? Yəni, xoş gəlmişsiniz. Allah sağ Gəldiyinizə görə yenə də çox sağ olun. Oradan bəri yol gəlmişsiniz. Biz də şad olduq. Biz də şad olduq babası. Gəldik bu günlər sizin evin qonağı olduq. Çox sevindirici haldır ki,